5 yaşlı Fərid ilk baxışdan həm yaşıdlarından heç də fərqlənmir. Oyuncaqları ilə oynayır, yaşıdları ilə əylənir. Amma suallarımıza verdiyi cavablarla hamını heyrətləndirir. Bərdə rayonu Uğurbəyli kəndində yaşayan Fərid Səmədzadənin fərqini siz də görün. 9 vur 8, vur 7, vur 6, vur 5, vur 10. 51.200. Evdə zarafatla 5 yaşlı kalkulator adlandırılan Fərid məktəbəqədər təhsil müəssisəsində verilən riyazi tapşırıqları bir göz qırpımında həll edir. Yaşına uyğun olmayan səviyyədə mürəkkəb riyazi əməliyyatları isə heç bir hesablayıcıdan istifadə etmədən icra edir. 984 neçəyə bölünür? 8'a, 3'a, 246'ya, 492'ya, 984'a, 1'e 2'ya. O, qüvvətləri, kubu, ən kiçik orta bölünəni, ən böyük orta böləni, tənlikləri, faizi, kəsiri, qalıqlı bölməni, hətta loqaritm məsələlərini belə həll edir. Bu mövzular isə adətən 6-cı, 7-ci sinif, bəzən isə 8, 10-cu sinif səviyyəsində tədris olunur. 8, vuraq 7, vuraq 9, vuraq 3, üstə gələk 720. Neçəyə bərabər eləyir? 2232. Fəridin atası Rəhman Səmədzadə deyir ki, övladının bu qeyri-adi istedadını o cəmi 4 yaşında olarkən kəşf edib. Anasının riyaziyyat müəlliməsi olması isə Fəridin bu sahəyə marağının formalaşmasında mühüm rol oynayıb. Günü ancaq riyaziyyatla keçir, hesablama ilə keçir. Ancaq. O oyuncaqlarla oynasa da belə fikrində ancaq hesablama, toplamadır. Hansı suallar ki ona maraqlı olubdur, hamısını yadında saxlayır. Harasa gedirsə pilləkənləri sayır, yadında saxlayır, daşları sayır, sayıla biləcək bir şeyləri sayır. Fəridin dil bilikləri də diqqətdən yayınmır. Riyazi misalları ingilis dilində dinləyib həll etməsi onun bu sahədə də bacarıqlı olduğunu göstərir. 81, 90, 99. Valideynləri Fəridin gələcəkdə riyaziyyat təmayüllü məktəbdə təhsil almasını arzulayırlar. Kim bilir, bəlkə də vaxtında göstərilən dəstək bu balaca istedadı gələcəkdə riyaziyyat sahəsində Azərbaycanın adını ucaldan alimlərdən birinə çevirəcək.